Mən Qocayev Nicat, 4-cü yüksəliş müsabiqəsinin qaliblərindən biriyəm. Hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərirəm. Müsabiqə müddətində özünüzdə aşkar etdiyiniz ən gözlənilməz bacarıq nə oldu? Əslində düşünürdüm ki, səbirsiz insanam, kifayət qədər çox emosional insanam. Amma bu müsahibə gedişində, yəni final mərhələlərində daha çox da gördüm ki, insanların fikirlərinə daha çox önəm verirəm və əslində öz növbəmi gözləyə bilirəm daha əsaslı fikirlər səsləndirmək üçün. Bu mənim üçün çox yadda qalan və maraqlı oldu. Qalib gəlmək üçün hansı daha vacibdir? Oxuduqlarınız, eşitdikləriniz və yaxud da gördükləriniz. Qalib gəlmək üçün həm oxuduqlarımız, həm eşitdiklərimiz, həm də gördüklərimizin vəhdəti vacibdir. Biz nə görürüksə, nə oxuyuruqsa və yaxud da nəsə eşidiriksə, onların lazımi yerdə, balanslı şəkildə istifadəsinə nail ola bilsək, uğur qazana bilərik.